Məsələn, hər hansısa bir narahatçılıq var evdə, yoldaşınızla dava eləmisiniz, qaynana-qaynata problemi və s. yaşayırsınız. O təşvişi bildirmək istəmirsiniz. Ya ev yığışdırmaqla, qab yumaqla bunu ötüşdürürsünüz və bastırırsınız. Baxırsınız ki, uşaq bütün günü ağlayır. Uşaq niyə ağlayır? Sənin hissini yaşayır və çıxardır. Bildirirsən bildirmədiyini, sənin qaba tökdüyü qabla bastırdığını, o ağlamaqla bildirir ki, evdə yaxşı aura yoxdur. Evdə nə isə düz getmir. Yəni o uşaq bunu bildirir. Biz əslində baxanda ona görə uşağı gətirirlər daha çox psixoloq yanına və biz baxırıq ki, ailədə yəni bu nə isə düz getmir və buna görə əslində psixoloqun ən düzgün işi anamnez toplamaq, yəni birinci analiz qoymaq ki, bu hansı hadisədən. Hər uşaq hiperaktivdir. Məsələn, hər uşaq davranış problemi yaşaya bilər. Hər uşağa baxsaq ananın sözünə baxmır. Bu hansı situasiyalarda, neçə müddətdən bir və hansı hallarda yaşanır, bu çox-çox vacibdir. Bəs onda mən belə bir sual vermək istəyirəm ki, hansı uşaqlar xoşbəxtdir? Bu çox önəmli sualdır. Ana ilə eyni emosiyanı keçirdə bilən uşaqlar, təşvişdirsə təşviş, yasdırsa yas, xoşbəxtlikdirsə xoşbəxtlik və eyni zamanda ailə ilə, ata ilə də bunu yaşaya bilən və onların onu anlaşıldığı bir ailə, sevildiyi bir ailə və mütləq şəkildə qəbullanıldığı bir ailə olmalıdır.